Geldim, geldi bu suala. Deyir ki, belə-belə FSFS alqoritmi ilə P2, P1, P0 şəklindəcədir. Yəni, birinci P2 girir SIPO-ya, sonra P1, sonra P0. Deyir ki, calculate total execution time and average execution time. Burada belə bir cədvəl verib. X özümüzdən qiymət versək, X olsun, məsələn 6. Demək ki, P2, P1, P0-da 1 saniyə işləyir, 6 saniyə işləyir, 13 saniyə işləyir. Demək ki, P2 neynədir? P2 yazırıq arrival time. Arrival time yəni çatma vaxtı. Sonra stay time, otağa girməyə vaxtı. Execution start time, execution waiting time, execution finish time. Yəni finish time də elə bu. Bir də waiting time. Hamısının çatma vaxtı sıfırdır. P2, P1, P0, P1, P0. Hamısı 0-cı saniyədə artıq otağın qapağında hazırdılar. Otaq dediyimiz SIPO-dur. Yəni bənzətməli. Əvvəlki videolara baxın, başa düşəcəksiniz bənzətməli. ES execution start time. Demək 0-cı saniyədə gəlirlər. Birinci P2. P2 neynədir? P2 həmən girir otağa. 1 saniyə vaxt var. P2 0-da gəldi, 0-da dələ girdi otağa. Birinci saniyədə çıxdı. Yəni 0-da gəldi, 0-da girdi. Neçə saniyə gözlədi? 0 saniyə. P1 0-da gəldi, artıq 1 saniyə gözləmişdi. Çünki 1 saniyə P2-ni gözlədi. Birinci saniyədə girdi otağa. Birinci saniyədə girdi, neçənci saniyədə çıxdı? P1, hə. P1 6 saniyə işləyir. Yəni 7-ci saniyədə çıxdı. Yəni 1 plus x-də çıxdı, x 6 dedi. Neçə saniyə gözləmiş oldu? 1 saniyə. Çünki 1 saniyə P2-ni gözləmişdi. P0 0-cı saniyə artıq 7 saniyə gözləmiş olur da. Çünki bu 7-ci saniyədə qutardı. Bu 7-ci saniyədə girdi otağa. Çünki 1 saniyə P2-ni gözləmiş olur, 6 saniyə P1. 7-ci saniyədə girdi, 13 saniyə işini gördü, 20-ci saniyədə çıxdı. Waiting time 7 saniyə. İndi deyir ki, total execution time. Normalda bunların hamısı total execution time 13, 6, 1, 20'dir. Average execution time 20 bölü 3, 7'dir. 6.6'dır. İnternetdə belədir. Amma indi mən də müəllimin dediyinə görə, müəllimin qəbul ediliyinə görə total execution time bunların cəmidir. Yəni bu 1 saniyə işləyib, bu 6 saniyə, bu 20 saniyə. Total execution time neçədir? 1, 6, 13, 20 saniyədir. Amma average execution time bunların getdiyi nöqtədən, elə bir otaqdan çıxdığı saniyədən otaqda gəldiyi saniyəyə kimi keçirdiyi vaxtdır. Yəni P2 birinci saniyədə otaqdan çıxdı. Otaqdan çıxdı deyəndə SIPO-dan ucu qutardı da işini. P2 birinci saniyədə qutardı, 0-cı saniyədə gəlmişdi 1 saniyə. P1 7-ci saniyədə qutardı, 0-cı saniyədən gəlmişdi 7 saniyə. P0-da 20-ci saniyədə qutardı, 0-cı saniyədə gəlmişdi 20 saniyə. Totalda bunlar 28 saniyə total turnaround time'dır. Average turnaround time'da bölükə neçə edir? 8 mi? Yox, 9.3. 9.33. Demək ki, bunlar total olaraq, average olaraq həkimdə, bu həm həkimin növbəsindədir, həm həkimin qəbulundadır. 9.33 saniyə vaxt keçirdilər. Yəni, bu average execution time'dır. Bu da total execution time'dır. Gözləyirsiniz ki, total execution, average totalın 3-ə bölünməsindən hesablanır, amma burada fərqli hesablanır. Çünki normalda bununla bu xarici ədəbiyyatda ayrı-ayrı anlaşılardır. Biri burst time'dır, biri turnaround time'dır. Amma Azərbaycan ədəbiyyatında bu ikisi iç-içə keçib. Bilinmir hansı hansıdır.